Hörmətli izləyicilərimiz, bu dəfə də sizə Xətai rayonu Neapol dairəsinin hardasa 2 dəqiqəlik məsafəsində Afrodita Şadlıq Sarayına gedən yolda 9 mərtəbəli binanın kürsülü 1-ci mərtəbəsində Kupçada 50 kvadratdır, hörmətli izləyicilərimiz. Amma bu ev olduqca böyük evdir. 3 otaqdan ibarətdir. 65-70 kvadrat arasıdır. Mən özüm addımladım. 13-ün 7-yədir bu evin ölçüləri. Deməli, çox maraqlı evdir. Qardaş deməli, arxa tərəfdə də özünə şərait yaradıb. Həm həyat evi kimi istifadə eləmək olar, həm də mənzil kimi. Deməli, Neapol dairəsindən 2 dəqiqəlik məsafədə 3 otağa düzəlmək. Gəlin sizi proyektlə tanış edeyim. Sənət Kupçadır, hörmətli izləyicilər, heç bir problem yoxdur. Bura giriş qapısıdır, internetinə qədər qaydasındadır. Qazı, suyu, işığı hamısı qaydasındadır. Məhəlləsi sakit, parkovka üçün yeri olan, baxın geniş, çox qəşəng məhəlləsi var. Radiatorlar qaydasında və hal-hazırda işlək vəziyyətdədir. Ev çox isti evdir, dəyərli izləyicilərimiz. Yayda sərin olur, qışda da isti olur. Hamamın aksesuarlarına qədər hamısı qaydasındadır. Burada qardirob kimi yer olar, girişdir də, girdin ayaqqabıları düzməyə, şkaf falan qoymaq olar. Burada da bir kiçik, yəqin ki uşaq otağı kimi nəzərdə tutulub. Burayımızın qonaq otağıdır. Hörmətli izləyicilərimiz, evin qiyməti 159.000 manata təklif olunur. Burada da radiatorlar qaydasında, pərdəsinə qədər qaydasında. Burayımızın mətbəxidir. Ölçüləri, yəni kifayət qədər yaxşıdır. Döşəməsi istipoldur. Baxın, buranın da şkaf kimi istifadə edilmək olar. Gəlin indi sizi həyəti ilə tanış edeyim. Deməli, qardaş binanın arxasını belə səliqəli düzəldib. Burada çox adamlar eləyib belə. Deməli belə. Baxın belə dəyərli izləyicilər. Bəlkə bunun üstünü də yavaş-yavaş bağlamaq olar ki, burada gələcəkdə oturmaq olar. Su motoruna qədər, pütünütkasına qədər qaydasında, hətta burada su bulağına qədər qardaş düzüb qoşub. Evin qiyməti 159.000 manatdır. 50 kvadrat Kupçadadır. Dövlət ipotekasına yararlıdır. Əgər bank sizə pul ayırıbsa, bu mənzilə rahat şəkildə sahib ola bilərsiniz. Sağ olun, salamat qalın.